Bugün Gürcüstanın müxtəlif bölgələrindən bir dəstə Azərbaycanlı tələbə və təşkilat rəsmiləri tərəfindən Fransada uydurma erməni soyqırımını inkar edənlərin cəzalandırılması haqqında qanunun qəbuluna etiraz olaraq Fransanın Gürcüstandakı səfirliyinin binası qarşısında aksiya keçirildi. Aksiyaya tələbə və QHT nümayəndələrindən başqa ziyalılar da qatıldı. Aksiya iştirakçıları Fransa prezidenti Nicolas Sarkozy'nin əleyhinə Gürcü, Azərbaycan, fransız və ingilis dillərində müxtəlif şüarlar səsləndirdilər. Sonra aksiyanın təşkilatçılarından biri Əsəd Əliyev tərəfindən Fransa Senatından ünvanlanan etiraz bəyanatı oxundu. Bu qərar sadəcə Türk dünyasında deyil, eyni zamanda Fransa vətəndaşlarının da azad düşüncə və fikir özgürlüyünün tapdalanmasıdır. Fikrimizcə tarixi hadisələrlə bağlı Fransa Senatının qərarı yox, tarixçilərin qərarı olmalıdır. Qondarma erməni soyqırımının tanınması Fransa Anayasasının 14-cü maddəsinin əleyhinədir. Qondarma erməni soyqırımı Qafqazda sülhün və barışın qərar olmasına mane törədəcək etnik çatışmalara fürsət ola biləcəyi ehtimalını artırır. 600 mindən artıq Gürcüstan türkləri olaraq hüquq anlayışı çərçivəsində bunu öz etirazımızı bildirəcəyik. 4 qeyri-hökumət təşkilatı qondarma erməni soyqırımının tanınması Fransanın Gürcüstanda bütün tədbirlərini boykot qərarı verilir. Bəyanatın fransız və ingilis dillərinə tərcümə olunmuş mətni Fransa səfirliyinin nümayəndələrinə də təqdim edildi.